bunu. Deyir ki, Eyma xanım, Qabilin Habilin öldürülməsi Yusif Peyğəmbərin qardaşlarının quyuya tərk etməsi nə deməkdir? Eyma xanım, axşamınız xeyir, necəsiz? Sağ ol. O Qabil Habil ölümü, yəni bu elə bu qardaşa qarşı çıxacaq, ölümə təslim edəcək, İşarədir. İncildə yazılırmı? O yəni bundan bu gəlir. Onun biri digərini öldürüb oturub ağlayanda deyir bunu neyniyim? Görür ki göylərin quşları gəlir, birini dimdiyindən vurub öldürür, sonra da Allah Taala buna yolunu göstərir. Qazır, bastırır, gedir, uçur gedir. O da qazır, bastırır, çıxır gedir. Yəni bu qəbirləri ziyarət özü böyük günah demək. Bax budur. Bunu mən o vaxtı belə izah elədi Allah Taala qəlbdə. Eyma xanım, təbiəti sevənlər verilişinə mən xoşlayıram baxmağı. Orada da elədir. Heyvanlar məsəl üçün tutaq ki, balaları və yaxud sürüdür də birini şir gəlir parçalayır, nəsə ölür də. Onlar baxır pis olur, sonra da baş götürüb gedirlər. Onu orada qoyub çıxıb gedirlər. Peyğəmbərin kəlamında yazılır da, aydın yazılır ki, deyir qəbirləri ziyarət etməyi özünə adət edən qadınlara Allah lənət eləsin. Təbii ki, lənət sözünü mən qəbul eləmirəm, çünki bədduadır, bu söz silahdır. Onu sən desən, lənətə gələ bilərsən, qadağan edilir və salam. Və başqa bir yerində də yazır ki, ölmüş insanın arxasınca onun yaxşı işlərini dilə gətirib, xalqı ağlatana Allah lənət eləsin. Yəni bu da qadağan olunmuş bir şeydir. Anlamına gəlir. Bunu mən oxuyanda anamla getdim İmamzadıya. Orada bizim qəbirlər var yan-yana, qardaşlarım, xalam uşaqları, belə dayı uşaqları. Yəni bir-birinə deyir, nədir o, ağlaşmada deyir, bir-birinə əl eləyir, gəl eləyir, bax belə. Nə qədərləri dedim, mən ora gedənmərəm da, mən belə bir şey oxumuşam. Dedi, sən kafirsən, dedim, valla nə istəyirsən mən adlandır, mən qəbir üstə gedəsi deyiləm. Vəssalam. Sadəcə provajat elədim, getdi, ziyarətini elədi, gəldi. Bax belə. Ondan sonra mən qəbir üstü ziyarətinə getmirəm. Ölən insanın onda yaxşı əməllərini danışıb xalqı qəmləndirmək, ağlatmaq günahdır. Günahdır. Mərsiyət qururlar, onlar günahdır. Düzdür, indi sən tutalım ki, adamın bir əzizi bir hansısa saatda yadına düşür, göz yaşı tökür, bir balaca kədərlənir, bu keçib gedir. Bir də var sən başlayan qopardırsan, bax o günahdır. Elə bil yaranı dərindən qopardırsan. Bəli.